Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerda. Allahumme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim'e ve ala ali İbrahim'e inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim'e fil alemine inneke hamidun mecid. Allahümme enfa'na bima allamtana ve enfa'na bima allamtana ve zidna ilmen. Rabbi zidni ilmen. Değerli kardeşler, hürmetli Müslümanlar. Allah Subhanahu ve Taala'ya sonsuz həmsənalar olsun. Bütün həmsənalar Allah Taala'ya aiddir. Bizi Allah Subhanahu ve Taala'nı nə ibadətdə, nə həmsənada, həm tərifdə, heç bir şeydə özünə layiq olduğu şəkildə nə həmd edə, nə ibadət edə bilmərik. Lakin bu yolda Allah Resulü sallallahu aleyhi ve sellem bizə bir dənə açar vermişdir. Və o açarı kim istifadə edərsə, bu saydığım şeylərdə xeyirlərə nail ola bilər. O da nədir? O da duadır. Peyğəmbərimiz nə deyir ki, Allahümmə ə'innə alə zikrikə və alə şükrikə və hüsnü ibadətik. Ey Allahım, yəni saydığım şeylərdən mənə yardım et. Dua da bunlardan birisidir. Bundan da əlavə Allah Taala'nın bizim əməllərimizi qəbul etməsi üçün mütləqdir ki, orada iki şey hamımız bilirik. İxlas və mütabiət-i sünnə mütləq olmalıdır. İxlas Allah Taala üçün və etdiyin ixlaslı əməlidə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sünnəsinə müvafiq olmalı. Əks halda boş yerə çabalanma. Nail olmayacaqsın. Ancaq sənə yorğunluq qalacaq. Bildiyimiz kimi Allah Taala'nın özünə xas ad və sifətləri var. Və Allah Taala bizlərə əmr edir ki, o ad və sifətlərdən ibadətlərimizdə, duamızı istifadə edək. Düzdür? Və əhl-i sünnə vəl cəmaa bu Allahın özünə verdiyi ad və sifətləri ispat edən başqa firqələrdən nisbətdə ispat edən firqədir. Başqaları Allah aləm ya Allah Taala'nı tənzih edirlər, ya da ki xataya düşüblər ki, təvil eləyib Allah Taala'nın özünü adlandırır, ad sifətləri Allah Taala'nı uzaqlaşdırırlar. Yəni bu da cahillikdən, cəhalətdən əmələ gəlir, nadanlıqdan əmələ gəlir, elmsizlikdən. Ağlı, düşüncəni dəlilə üstün gördükdən əmələ gəlir. Çünki hər bir kimsədə təslimiyyət oldusa Allah Taala'nın göndərdiyinə, sünnəyə, təslimiyyət varsa, sən Allah Taala'nın dinini rahatlıqla qəbul edə bilirsən. Çünki artıq Allah Taala özü deyir ki, mən eşidənəm, görənəm və üçüncü bir söz ola bilməz. İkinci bir söz ola bilməz ki, kimsə gəlib bunu inkar etsin. Aydındır. Əgər inkar edirsə, dediyimiz kimi, əsl o bidət firqələrin əsl mənbəyi zındıqlardan, yahudilərdən, münafiqlərdən qaynaqlanır. Və bu əhl-i sünnə müxalif olan hamı firqələr, əks firqələrin hamısının mənbəyi, qaynağı ya yahudidir, ya da nasranidir, ya fasiqdir, qeyri-müsəlmanlar. Çünki onlar dolayısı yolla, birbaşa olmasa da, dolayısı yolla bu İslamın dini gözdən salmağa çalışırlar. Və bu firqələr də, baniləri, belə baxırsan ki, bu firqələrin baniləri hamısı qeyri-zındıqlar, yəni qeyri-müsəlmanlar zındıqlar olub. Bunların hamısı yeni zındıqlar. Əvvəlki kitabımızda dediyimiz keçdidə cəhmiləri bəzən 73 firqəyə salmırlar. Aydındır. İmam Əhmədin məzhəbində cəhmiləri konkret belə bir sözlü, bir məna olaraq da onlar müsəlman saymırlar. Çünki Allah Taala'nın ad və sifətlərini, ən böyük olan Qur'anı inkar edir. Allah Taala məxluq olduğunu deyirlər. Allah Taala danışmaz. Allah Taala məkan və s. bu kimi şeylərdən Allah Taala münezzeh edirlər. Əlbəttə xatadır. Və bugün də bu ad və sifətləri öyrənmək məqsədi ilə, hansı ki bu hamı Allah Taala'nın ad və sifətlərini bilir ki, Allah Taala'nın filan adları var, filan sifətləri var. Lakin bunu biz qayda kimi öyrənsək və bunu həyatımıza tətbiq etsək, əlbəttə, müxaliflərlə qarşılaşdıqda və ya onların məqalları, sözləri və yaxud da ki, onların dərslərindən paylaşılsa və səndə olan qaydaya o əməllər ərz olunsa, müxalifçiliyi bilsən, yəni bugün danışdıqlarından, gələcəkdə danışılan başa düşsən, o müxalif fikirlər sənə gəldikdə, səndəki o əsil oturulmuş o qayda, sən hamısı onları nə edəcək?
rədd edəcək. Orada birinci əsası öyrənmək lazım. Birinci qaydanı öyrənmək lazım. Ondan sonra digər məsələlər onun üzərine bina etmək lazım. Və əsas möhkəm oldusa, əqidə, həm rububiyyət, həm uluhiyyət və həm də ad və sifətlər. Qeyrən, dalda qalan əməllər hamısı mükəmməl olacaqdır, kamilliyə çatacaqdır. Amma ki, belə zəif olsa, əsas zəif olsa, çətin olacaq. Əlimizdəki kitab çox böyük kitab deyil, qısa kitabdır. İnşallah Allah izləyən bunu başlayaq. Allah müvəffəqiyyəti ilə bitimi Allah təala bizə nəsib etsin. Kitab Əl-Qavaidul Muslə adı ilə tanınmış kitabdır. Əl-Qavaidul Muslə fi sifatillahi Teala və əsmaihil husna. Bunu da Muhammed bin Salih Üseymin öz qələmi ilə yazmışdır. Yəni öz əzi ilə yazdığı, yəni bu mövzuda sayılan qədəri ucu olan kitablardan sayılır. Çünki burada adı üzərə Qavaidul Muslə fi əsmaillahil husna, Allahın ad və sifətlərindəki qoyulmuş ən gözəl qaydalar. Çünki biz qayda ilə geçsək, işimiz daha da asanlaşır. Çünki artıq səndə qayda varsa, əsil varsa, bu mövzu ətrafında artıq müxaliflərin sənə verdiyi adlar və sifətlər, başqa fikirlər, müxalif fikirlər səndən uzaq olacaq. Demək, bu Şeyx Üseyminin bu kitabına İbn Baz təqdimat edib, başlıq edib, yəni oxuyur kitabı, ondan sonra yazır ki, filan kitabdan belə-belə faydalandıq, belə-belə xeyirlərə nail olduq. Mövzular qısa-qısa gedəcək, qayda gedir. Uzun deyil inşallah. Birinci, Səmahətü Şeyx Əl-Allamə Abdüləziz bin Abdillah ibn Baz rahimehullahın təqdimatına baxaq. Deyir ki, Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və səlam alə Rasulillah və alə alihi və ashabihi və mən ihtədə bihudah. Əmmə ba'd. Fəqad ittala'tu alə müəllifil qeyyimilləzi kətəbə sahibil fadilətil alləməti əxuna Şeyx Muhammed bin Salih Üseymin. İbn Baz deyir ki, rahimehullah, qardaşımız Şeyx Muhammed bin Salih Əl-Üseyminin yazdığı bu kitabı oxudum. Və at kimsə mənə oxudu. İbn Baz çünki gözləri görmür, değil mi? Onu kimsə oxuyub. Buradakı məlumatları kimsə ona çatdırıb. Bu da fi əsməi və sifati və səmməhə ad və sifətlərdə onu da İbn Üseymin Əl-Qavaidul Muslə fi əsmaihil husna adı altında başlıq qoyub. Benim kitabın adı belədir. Və səmi'tuhu min əvvəl ilə əxirihi. Burada şeyx özü açar niyyəti ki, mən bu kitabı başından axıra qədər eşitdim, dinlədim. Fəəlfeytuhu kitabən cəlilən. Və mən də bunu çox qədiri, dəyəri, böyük bir kitab olaraqdan gördüm. Qad iştəməl alə bəyan əqidəti sələf-i salih fi əsməillah və sifatihi. Bu kitab sələf əqidəsinin bu mövzuda yığdığı bütün mövzuları, yəni sələf əqidəsinin mövzularını özündə cəm etmişdir. Yəni Allah Taala'nın ad və sifətləri barəsində olan bütün mövzuları özündə cəm etmişdir. Və əvdəhə ma'nəl muayinə. Kəmə iştəməl alə qavaidil azimə. Burada yəni həm əhl-i-sünnə və cəmaət sələfin bu ad və sifətlər barəsində olan qaydalarını, yəni məsələləri özünə cəm etmişdir, həm də ki qaydalar üzərə. Bir çox qaydalar özündə barındırmışdır. Və fəvaidun cəmmətun fi bəbil əsməyi və sifət. Və bu mövzuda yazdığı bu mövzu çox geniş faydalar özündə daşıyır. Bu sonra hamısı bu kitaba verilən təqdimatdır. İbn Üseymin, İbn Baz tərəfindən. Və əvdəhə ma'nəl el-ma'iyyətil vəl-variyyə fi kitabillahi azza və cəl el-xassədə vəl-əmə qad indi əhl-i sünnət vəl-cəmaə. Əhl-i sünnə vəl-cəmaədə olan, kitabda və sünnədə olan, sünnədən bütün ümumi və xüsusi qaydaları, bütün məsələləri açıq aydın başa düşülür tərzdə və hər bir insanın çatacaq tərzdə İbn Üseymin kitabda bunu bəlli etmişdir. Və ənə haqqun alə həqiqətihə. Və bunun burada zikr etdiyi o həqiqətlər haqqdır. Lə yəqtədə imtizəcən və ixtilatan bil məxluqinə. Və Allah Taala'nın bu kitabda verildiyi ad və sifətlər heç nədir. O ad və sifətlər qullardakı olan ad və sifətlərlə eyni düşsə də, adlar eyni gəlsə də, adlar eyni olsa da, ləfslər eyni olsa da, lakin mənalar bir-birindən tamamilə müxtəlif,
fərqlidir. Çünki xaliqlə məxluq bəzi sifətlərdə muvafəq olsa belə, məna, həqiqət baxımından bir-birlərindən göylər və yer qədər fərqlidir. Çünki o xaliq və o məxluq. Əzəmətli bir şey heç bir zaman yaradılmış heç bir zaman yaradana bənzəyə bilməz. Yaxşı, deyə bilər ki, nə olar ki, bənzəsəydi? Artıq bu sualın cavabını Allah Teala başqa ayədə bizə, yəni bu sualı verməməniz üçün deyib ki, وَلَمْ يَكُنْ كُفُوًا أَحَدٌ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ayələri ilə Allah Teala bizə bunu bildirmişdir. Allah Teala'nın tayı bərabəri, bənzəri, oxşarı yoxdur. Buna baxmayaraq وَهُوَ السَّمِيعُ الْبَصِيرُ eşidəndir, görəndir. Nasıl qulluq eşidir, görür? Amma arasında fərq müxtəlifdir. Necə ki, bizə yaraşdığımız tərzdə, bizdən heç bir kimsə, nasıl ki, biz eşitirik, görürük, heyvanın gözü ilə özümüzün gözünü bərabər tuta bilmərik. Çünki o heyvandır, aydındır. İndi sən gəl Allahla sən insanın gözü var deyə, eşitir deyə, elmi var tuta bilməzsən axı. Ona yaraşır tərzdə. Allah Teala yaraşır tərzdə. Aydındır. Bəli huve subhanahu fevqa arşi kema əxbara an nəfsihi. Necə ki, Allah Teala özü barəsində bildirmişdir ki, və huve fevqa arşihi. Allah Teala ərşin üzərindədir. Xalas, sağa lazım deyil ki, artıq əlavə təvillərə, əlavə bəhslərə, əlavə rəddiyələrə qarşıdır. Təslimiyyət buradan qaynaqlanır. Və kəmə yəliqu bicələ. Bunu unutmamaq lazım ha. Allahın ad və sifətləri eşitsə, görürsə, belə çatsa, qulağınız eşitsə, görərəkdən və ya görməyərəkdən. Bilin ki, arxasından mütləq kəmə yəliqu bicələlihi. Mütləq olmalı. Kəmə yəliqu bicələlihi. Onun cəlalına, əzəmətinə yaraşır tərzdə. Çünki biz də eşitirik, görürük. Lakin bizim gördüyümüzün, eşitdiyimizin həddi, hüdudu var. Biz bu divarın arxasını işlə bilmirik. Allah Teala bu hədd yoxdur. Bizim görməyimiz həddir. Allah Teala'nın görməsinin həddi yoxdur. Allah Teala'nın həyatı əbədidir. Və Allah Teala əzəlidir. Əbədidir, daima var olacaq. Əzəlidir, yəni başlanğıcı yoxdur. Həyatın kamilliyi Allah Subhanahu wa Ta'ala'dadır. Yəni sən, çünki biz onu təsəvvür edə bilmərik. Yəni sən təsəvvür edə bilməzsən ki, insanın əvvəli yoxdur. Məsələn, bizim gördüyümüz hər bir şeyin müəyyən bir yerdən qaynaqları, müəyyən bir başlanğıcı var. Və əhl-i-sünnə bu rəydədir ki, məxluqatların əvvəli var və sonu da var. Və buna müxalif olan fəlsəfəçilər, mütəkəllimlər deyirlər ki, yox, məxluqatın əvvəli yoxdur. Axırı olsa belə. Və həmçin bəzi mü'təzilə deyirlər ki, cənnət, cəhənnəm həmçin əbədi deyil. Görürsən. Gör Allah'tan dini şəriəti barəsində dillərini necə uzadıblar. Deyirlər ki, elə bir zaman gələcək ki, cənnət əhli orada nə olacaq? Daşa dönəcək, qutalacaq söhbət. Subhanallahi amma yəquluna uluvun kəbirə. Və innəmə yəqtədə aleyhi və ittila'i alə ihatatihi bihim və səma'hu li əqvalihim və hərəkatihim. Çünki Allah Teala'nın hər bir kimsənin etdiyi hər bir əməli, Allah Teala üçün maniyə yoxdur da. Sən etdiyin hər bir əməl Allah Teala görür. Hər maniyə tanımaz Allah Teala. Sənin hər bir sükunətini və hər bir hərəkətini Allah Teala görür. Bəzən bizə məsəl üçün bəzən mağazalarda yazılır, diqqətli o kamera çəkir. Aydın insan bitər belə, yəni bizlər yox, məsəl üçün o əli uzun olanlar istərsəm özünü biraz yığışdırır da. Çünki artıq orada görür axı. Amma biz əslində bizi daima görən Allah Teala'nı ondan unuduruq da, qafil qalırıq. Çünki insan unudur da. Amma ki xatırlatdıqda insan dönür. Fədə o kamera, yəni o mağazanın ətrafını çəkir də, bir uzaqlaşsan görmür də. Amma ki elə bir məkan, elə bir yer yoxdur ki biz oradan uzaqlaşaq, Allah Teala bizi görməsin. Bunun şuurunu qavrayan insan, yəni bu məlumatı eşidib, onu həqiqi surətdə qəlbinə yerləşdirən insan, o istiqrar edir, qərar tutmaq.
Məsələn, adam var, filan yerə səfər eləyir, filan yerə gedir. Bunun bir qərar tutduğu yer yoxdur da. Ki, orada qalır, burada qalır. Amma ki, bir insan bir yerə qərar tutur, bizlər ki, məsələn, bu bizim dövlətimizdir, bizim vətənimizdir, kəndimizdir, şəhərimizdir. Biz burada istiqrardayıq. Buradan çıxan deyirik. Heç kim deyər, bizi çıxartsa, çıxartmaz və çıxartmaz istəsək, qanun baxasını ölüm naminə Allah üçün ondan vuruşarıq da. Hərzə düşün ki, səni Allah Taala'nın səni görməsi kimi belə bir xüsusiyyət, belə bir vəzifə, belə bir əməl sənin qəlbində var ki, Allah Taala məni harda olursa olum görür. Nə etdiyim bir, hətta sakit durmağımı, hətta hərəkətimi, və təqallubəkə fis-səcidin, səcdədə rükû etmə, səcdə etmə, rükû, hər şey görür də. Bu şuuru bu şuur əgər insanın qəlbinə oturarsa, orada istiqrar eləyirsə, qərar tutarsa, kök atarsa, xalas, qaldır. İnsanın günaha getməsi, meyl etməsi qeyri-mümkün olar. Amma ki, biz günahlara gedirik bəzən. Allah Taala əfv eləsin. O, həmən dediyim o şuurda bizdə bir naqislik yaranır. O şuurda Allah Taala'nın bizi əməllərini görüb naqislik yaranır. Aydındır. Burada Şeyx İbn Baz buna yazır. Yəni bu kitabı, bu təqdimatı Şeyx İbn Baz bundan 43 il əvvəl verdiyi təqdimatdır. Bundan 43 il əvvəl. Yəni 1447-dir. Bunu verir 1404-cü ildə. Təxmin 1983-cü ildə verdiyi təqdimatdır. Sonra belə başlıq var. Başlayır ki, Bismillahirrahmanirrahim. Elhamdülillahi ve nehmaduhu ve nesta'inuhu ve nestağfiruhu ve netubu ileyh. Ve na'udhu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille ve men yudlil fela hadiye ve eşhedü en la ilahe illallah vahdehu la şerike le ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Bunu inşallah həmişə işləyirik, lakin tərcüməsinə baxaq. Elhamdülillahi. Elham Allah üçündür. Lillah Allah üçündür. Elham, yəni elham gəldikdə, muarrafda gəldikdə bütün sənə ağlına gələcək hər bir övgülər, sənalar, təriflər hamısı Allaha xasdır. Nəhməduhu, həmçinin Allah Taala biz həmd edirik. Və nəstə'inuhu, və həm də yanaşı biz sığındığımız zaman Allah Taala'ya sığınırıq. Köməyimizi ondan istəyirik. Və nəstəğfiruhu, və ondan bağışlanma deyirək ki, Allah Taala, ay Rəbbim bizi bağışla. Və nətubu ileyhi, və ona qaydırıq. Və na'udhu billahi min şururi enfusina. Çünki Allah Taala bizlərə demişdir ki, insanda olan nəfs 3 qisimdir. Yaxşı, pis, peşmançılıq. Bu nəfs var insanda. Və bizim də Allah deyir ki, və na'udhu sığınırıq şərrimizdəki bütün nəfslərdən. Yəni pis olan nəfslərin hamısını Allah Taala'ya sığınırıq. Çünki sığınacaq yerimiz Allah Taala'dır. Yəni biz Allah Taala'dan başqa qaçıb canını qudası heç biri yoxdur. Fəqət düşməndən sən qaçırsan ki, azad olasan, amma Allaha qaçırsan ki, azad olasan da. Allahdan başqa qaçış yerimiz yoxdur. Və min həmçinin ki, nəfsimizin şərrindən və pis əməllərimizin şərrindən Allah Taala sığınır. Və min seyyiati a'malinə. Mən yehdihillahu fəla mudille ləh. Burada yenə hidayəti al peyğəmbərimiz, bu da Allah Taala'ya bağlıdır. Allah Taala'nın hidayət etdiyi bir kimsə zəlalətdə ola bilməz. Azğın ola bilməz. Və Allah Taala'nın da hidayət etdiyini heç kim azdıra bilməz. Və ya ki, azdırdığını heç kim hidayət edə bilməz. Və ya ki, Allah Taala'nın hidayət etdiyini heç kim azdıra bilməz və azdırdığını heç bir kimsə doğru yolda bilməz. Və əşhədu ən la ilahə illallah vahdehu la şərikə ləh. Və mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə haqqı işədə məbud yoxdur. O təkdir, onun şəriki yoxdur. Və həmçinin mən şəhadət edirəm, əşhədu ənə Muhammeden abduhu və rəsulüh. Mən şəhadət edirəm ki, Muhammed Allahın rəsuludur. Qulu və rəsuludur. Çünki qulluq burada verildi. Çünki o quldur. Çünki qulluq insana verilmiş ubudiyyə ən yüksək dəyərdir. Onu da Allah Teala Muhammed sallallahu aleyhi ve sellem adlandırır. Abduhu və rasuluh. Və sallallahu aleyhi, Allah Teala'nın salamı və salavatı ona və onun əlinə və sahabənin üzərinə olsun. Və qiyamət gününə qədər onlara gözəl şəkildə tabi olan kimsələrin üzərinə olsun. Və səlləmə təslimən. Və bə'd. Fə inəl iman əsməli və sıfədə əhul min əlkənin əl-iman billahi Teala. Bildiyimiz ki, Allah Teala'ya
imanımızı vacib edilen rükunlardan, yani Allah ad ve sıfatları iman Allah Teala'ya imanlardan olan bir rükunlardan birisidir. Vacibattır, vacibatlardandır ki biz Allah Teala iman getirdiğimiz kimi onun o kitabındaki özünü verdiği o ad ve sıfatlara hakiki şekilde iman getirek. Bu rükunlardan sayılır. Allah olan rükunlardan sayılır. Allah iman getirdiğin kimi mütləkdir ki, sən ad və sifətləri iman getirməlisin. Hətta bunlar kamil olsun, kamilliyə erəsin. وَهِلْ اِيمَنِ بِوُجُودِ اللّٰهِ تَعَالَى Onlardan birisi odur ki, Allah Teala'nın vacibül vücub olduğunu iman getirməlisin. Allah Teala mevcuddur. Bunu iman getirməlisin. Ve Allah Teala bize neyi haber verirse biz ondan kifayetlenme bizi bir gidelim. Allah Teala haber verirse onun Rəblik sifəti var. Rəbdir Allah Teala. Terbiye edendir. Aydındır. Yaradandır, xəlq edəndir, ruzunu verəndir. Bu hamısı Rəbbə aid olan sifətlərdir. Aydındır, Rəbb tərbiyə edən, verən. Vel iman bi uluhiyyə. Və bildinsə ki Allah Teala Rəbbdirsə, əzəmətlidirsə, mütləqdir ki sən onun qarşısında zəlil olmalısan, aciz olmalısan, təvazökar olmalısan. Aydındır. Bu da uluhiyyət olur. Ve Allah Teala'nın karşısında zəlilliyimiz, təvazökarlığımız ibadətləri etməyimizdir. Belə başı aşağı durub qollar ayaqların arasında olmaq o zəlillik deyil də. Aydındır. Ona görə heç də namazda deyək, heç də namazdakı xuşu belə başın belə bu xuşu deyil. Boynu bükmə xuşu deyil. Bunu Peyğəmbərimiz belə buyurmayıb bizə. Aydındır, belə durmalısan. Yəni xuşu boynu aşağı durması deyil. Aydındır. Və həmçinin üçüncü vel iman bi əsma-i sifat. Allah Teala'nın ad və sifətlərinə iman gətirməsi. Və tevhidullah bihi ahad aqsam tevhid-i thalatha. Allah Teala'nın dediğini təkləşdirmək bu saydığımız 3 tevhiddən birisidir. Tevhid-i rububiyyə və tevhid-i uluhiyyə və tevhid əsma-i sifat. Bizim nə rububiyyətdən danışacağıq, nə uluhiyyətdən bizə lazım olan 3-cü bəndidir. 3-cü hissəsidir. 3 cümlənin sonuncu. Əsma-u sifat. Allah Teala'nın ad və sifətləri. Fəmənzə fid-dinil aliyyə. Ad və sifətləri ümumiyyətlə bu ümmətin tövhidin insan həyatındakı dəyəri, yəni əvəz olunmuş uca zirvələrdədir. Fi qimməti zirvə, yəni son zirvədir, yəni aydındır. Və onun əhəmiyyəti bizim dinimizdə böyükdür. Çünki sənin qulluğunu birbaşa bu şeylər ortaya qoyur. Rububiyyət qəbul etdinsə, uluhiyyət arxasınca gəlir və təsdiq olduqda əsma sıfəti təsdiq edirsən. Aydındır. Və la yumkinu an ahadan ya'budullah ala vecihil ekmel hatta yakun ala ilm bi əsmaillah və sifati. Heç bir kimsə də çalışmasın, çabalamasın. O kimsə ki Allah Teala'nın ad və sifətlərini kamil, mükəmməl şəkildə bilmirsə, ibadətlərdən həzz duya, ləzzət duya bilməz. Gərək ibadətdən, itaətdən ləzzət durmaq üçün, yəni sənə vacib olduğu o kamilliyə çatmaq üçün mütləqdir ki, sən elmlə ad və sifətləri biləsən. Çünki çağırırsan da, filan kəs çağırırsan, amma bilmirsən kim gələcək sənin qarşına. Amma çağırdığın zaman bilsən ki, filan kəsdir, sənə müəyyən mükafatları var, aydındır. Çağırdığın zaman daha xoş şəkildə çağıracaqsın. Aydındır. Və Allah Teala ki, "Velillahil esmaul husna fad'uuhu biha." Allah Teala'nın ad və ən gözəl ad və sifətləri Allah Teala'ya məxsusdur. Və bu ad və sifətlərlə Allah Teala'ya dua elə. Bu ad və sifətlərlə Allah Teala'ya dua elə. Dua da bildiyimiz gibi iki qismdir də. İbadət duası və də məsələ duası. Əl açıb etdiyin dua. Bir de var ki namazın, orucun, zekatın vesaire. Bu da həmçinin dua sayılır da. İstek duasına geldikdə ən təqaddüm beyni yediyi matlubu və yəni istədiyin zaman münasib, yəni ehtiyacını münasib olaraqdan Allah'tan ad və sifətlərini o mövzuya lisanul halə uyğunlaşdırmağı. Nə istəyirsən? Evlənmək, ruzi, səfər, ev tikmək, algı satqı, yoxsa sıxındasan və s. O lisanul halə, o məqama uyğun olaraqdan adlar və adları seçərəkdən Allah Teala'yı bağışlayır. Və ya günahım var.
Məsələn, günahı olan kimsə ya Razzaq, Ruzzuq ne deyərmi? Bilməsə deyəcəkdir. Çünki eşitib Allah'tan adı sifətləri var. Mənasını bilmir. Aydındır. Amma ki siz məsəl üçün bilirsiniz ki Allah Teala Qafurdur, bağışlayandır. Ha? Ey Allahım, ruzu istəyirsən, niyyətini ruzu istəyirsən, ya Qafur, mənə ruzu ver. Uyğun gəlmir də. Əgər ki, ya Qafur, iğfirli, ey bağışlayan Allahım, ey bağışlanmağı, yəni günahda məhəl qoymayan, biz Allah Teala'ya şirkdən uzaq olsaq, Allah Teala bütün günahlarımızı əff elə. Allah Teala Qafurdur, Rahimdir, Vaduddur, Şəkurdur, Həlimdir. Məqama uyğun olaraqdan özünü hazırlayırsan və ad və sifətləri seçirsən. Aydın mı? Və həmin ibadət duası ən tetəəbbədilləhi bi muqtədə hədil əsmə, yəni o adlara uyğun olaraqdan o seçərəkdən ibadət etmək. Və əmələ qalxırsan ki, Allah Teala tövbə edəndə tövbə, ey Təvvab, ey Rahim, ey Qafur, məni bağışla və s. Belə. Bu belə müqəddimə idi. İndi keçirik mövzumuza. İnşallah qısa mövzulardır. 1-2 belə gedəcəyik. Aydındır. Qavaidu fi əsməillahi Teala. Dedik ki, mən harumal... Necə idi? Kim qaydadan məhrum olarsa, məqsədi çatmaqdan da məhrum olar da. Çünki qaydalar əsasdır. Onun üzrə qurur, bina alır, gedirsən. Çünki bir məsəl üçün, mən sizə ad və sifətə ümumi danışıram. Amma ki, mən sizə desəm ki, belədir qayda. 2 cümlə qaydanı əzbərləyirsən və yadda qalanı, əzbərdə qalanı, qəlbinə oturanı uyğunlaşdırırsan, getdi. Olsan alim. Bu məsələ ətrafında. Aydındır. Əl-Qavaidul Ula, birinci qayda. Əsməullahi təl kulluhə husnə. Taldı. Birinci qaydada. Allah Teala'nın bütün adları nədir? Gözəllik baxımından zirvədədir. Ən gözəl adlar Allah Teala'ya məxsusdur. Eşitdiyin Allah Teala'ya vəsf olsun, sifət olsun, hamısı Allah Teala'ya ən gözəl adlar Allah Teala'yadır. İntiqam almaq, istehza etmək. Allah Teala kitabına buyurur. Gözəldir intiqam almaq. Soruşam, gözəldir intiqam almaq. Sənin bir kimdən intiqam almağın, əvəz çıxmağın, istehza etməyin gözəldir. Demək Allah Teala ola bilməz. Gözəl deyilsə demək Allah Teala verilməz. Ha? Deməli bu qaydaya müxalif oldu. Mesela Allah Teala ki Allah yestehzi'u bihim. Allah Teala ona istehza etdi. Sen demiştin ki müəllim orada Allah adı ve sifetleri burada sifet keçir, sifette istehza etmedi, ələ salmakta qaydadır. Sifətdir və demiş ki Allah Teala'nın ad və sifəti hamısı ən gözəl səviyyədədir. Allah'tan qorxmaq lazım. Allah'tan qorxmaq lazım. Deyiləm. Allah'tan qorxmaq lazım. Kim xeyrə dəlalət edərsə, o xeyri edən, yəni onun savabını ona var. Əksi də bil əks. Aydındır. Allah Teala'nın ad və sifətləri ən ucadır. Yəni ən gözəl ad və sifətlər Allah Teala'ya məxsusdur. Yəni ağla gəlsə ki başqa pis adlar, o Allah Teala ondan bəridir. Aydındır. El-husna bil-lugati fil-husni gayetuhu. Yəni gözəlliyin zirvəsi nəzərdə tutulur. Allah Teala deyir: "Velillahil esmaul husna." Bütün ən gözəl ad və sifətlər Allah Teala'ya məxsusdur. El-A'raf surəsi. Və zəlikə li'annaha mutadamminun lisfatil kamal la naqsa fiha biwujud min al-wujuh. Yəni heç bir, çünki Allah Teala'nın ad və sifətləri gözəldirsə, yəni heç bir halda bu ad və sifətlər və Allah Teala verəcək adlar naqisliyi qəbul etmir. Nə ehtimalən, nə nəzərə. Aydın, nə ehtimalən, nə nəzərə. Ehtimal ola bilər ki, gözəlliyi var və bəzən gözəl yox. Qəti şəkildə Allah Teala'nın ad və sifətləri gözəldir. Və də təqdirə nəzərdə tutula bilməz ki, əksi. Aydındır. Misal, əl-hayy. Əl-hayy. Həyatı kamil olan Allah Teala'dır. Yaşayan. İsmun min əsməillahi Teala. Allah Teala'nın ad və sifətlərindən birisidir. Adlarından birisidir. Mutadamminun lil hayatil kamilə əlləti ləm təsbiqa bi'adəm. Allah Teala'nın həyatı əvvəli yoxluqdan deyil. Onun üçün Allah Teala'nın həyatı kamillik zirvəsindədir. Aydındır. Ləm yəsbiqu bi'adəm. Yəni yoxluqdan var olmur. Çünki bizim də həyatımız var.
Amma bizim həyatımız yoxluqdan var olub. Çünki biz kamil ola bilməkdən ötəri, kamil ola bilmərik. Çünki biz yox idik, var olduq. Artıq o kamillik müəyyən qədər bizdə həm ehtimalən, həm nəzəri, həm də yəqin şəkildə düşdü aşağı. Amma Allah Taala'nın həyatı ləm yesbiqhu bi'adəm, yəni yoxluqdan var olmayıb Allah Taala. Çünki bizdə belə bir, çünki biz insanıq, biz yoxdan var olmuşuq, amma bir şeyin yoxdan var olmadığı bir şey biz təsəvvür edə bilmirik. Çünki ağlımız naqisdir. Ondan oynası qavraya bilmirik. Allahın həyatını biz qavraya bilmərik. Necə ola bilər ki, əvvəli yox idi? Çünki bizim gördüyümüz, bildiyimiz və görəcəyimiz, biləcəyimiz hər bir şeyin əvvəli var. Amma Allah Taala bu şeyi qəbul etmir. Var idi. Və elə bir zaman gələcək ki, Allah Taala yer üzərində olan mələk, peyğəmbər, hər bir şey Allah Taala məhv eləyəcək. Bir dənə özü qalacaq. Və deyəcək ki, hanı bu böyüklər, mülkün sahibi? Heç kim Allah Taala cavab verə bilməyəcək. Çünki heç kim olmayacaq. Əzəli idi, əbədi qalacaqdı Allah Taala. Aydındır. Və la yelhuqu zəval, və Allah Taala'nın həyatı heç vaxt zəvalı yoxluğu qəbul edə bilməz. Əl-həyatul müstədim kəməl sifəti min, bu Allah Taala'nın, əgər bir Allah Taala hay verdiksə, yaşayan verdiksə, bu isim özündə müəyyən şeylə özünə vacib edir, lazım edir. Ayrılmaz bir şeylər. Nədir o? Demək, yaşayanlısa bilməlidir. Qüdrəti olmalıdır. Eşitməlidir, görməlidir və qeyrihə, başqa-başqa adlar. Aydındır. Bunlar mütləq adlar. Əl-ilmu vəl-qudrətu vəs-səm'u vəl-basar. Elmlidir, bilir, xəbəri var, qafil deyil, nadın, cahil, əks, bilir Allah Taala və qüdrətlidir. Elm varsa elmi qüdrəti ilə idarə etməlidir və görəndir, biləndir Allah Taala. Görəndir, eşidəndir. Misalul axar, əl-halim. Əl-halim, Allah Taala elmlidir, biləndir, xəbərdardır. Bu da Allah Taala adlardan birisidir. Bu da Allah Taala'nın bilməsinin kamilliyi gətirib çağırır. Və həmçində burada hansı firqə var? Allah Taala bilir. Hansı firqə var? Əl-qədəriyyə. Nələri hansı yerinə? Ola nə deyirlər? Şəğilu. Allah Taala bilmirdi, qul etdi, bildi. Demək, onlar Allah Taala'nı elmində naqisləşdirdilər. Allah Taala lazım ona o dəyər vermədilər. Beləliklə, aydındır. Əl-ləzi ləm yəsbiqu bil-cəhl. Allah Taala'nın həyatı, Allah Taala'nın elmi həyatı kimi cahillikdən qaynaqlanmıyor. Olmayıb Allah Taala'nın bir şeydən xəbərsiz olması heç bir zaman olmayıb. Məsələn, bizdə deyək, uşaqdır, böyüyür, müəyyən yaşa çatır. O vaxt əzbəri olmasa, məsələn, müəyyən bir şeylə o yaşını bilməsə də, müəyyən bir yaşa çatdı, bilir. Ki, o əvvəlki vaxtdan bilmirdi, sonra bildi. Əvvəl cahil idi, sonra bildi. Biz də məsəl üçün, müəyyən şeyləri bilmirik, görürük, təcrübə bilirik. Amma Allah Taala'nın bilməsi heç bir zaman cahillikdən sonra olmuyor. Yəni, bilmirdi, bildi. O Allah'tan bilməsi əvvəl cahil son bildiği mənasında deyil. Yəni kamillik dərəcəsindədir Allah Taala'nın. Yəni fi qimmətil gayə. Yəni gözəlliyin, yəni kamilin zirvəsindədir. Və həmçinin Allah Taala nə cahil, xəbərsiz, nə də ki unutmamışdır Allah Taala. Qalallahu Taala, Allah Taala buyurur ki, Musa Aleyhisselam deyir ki, ilmuha ində Rabbi fi kitab. Onun elmi, Musa Aleyhisselam deyir ki, onun elmi Rabbimin yanındakı kitabdadır. La yadillu Rabbi və la yensə. Rabbim nə xəta edər, nədir ki unudar. Aydındır. El-ilmu vahidun muhit bi kulli şeyin cümleten və tafsilan. Allah Taala'nın elmi cümleten və tafsileten hər bir şey əhatə etmişdir. Yəni xırdasını, ümumisini, xırdasını, böyüyünü, təfsilatını, mufassali. Aydındır, kiçik böyük hər bir şey Allah Taala'nın elmi əhatə etmişdir. Yəni elə bir məkan, elə bir zaman yoxdur ki, Allah Taala sənin o etdiyin o zərrə qədər əməl Allah Taala o zaman ondan xəbərsiz olsun. Düşünə bilərsən ki, Allah Taala bu milyondan insan var, onunla məşğul olduğu zaman məndən məşğul olmaz. Bir anda, bir saniyə belə, bir göz qırpım belə. Çünki Peyğəmbər dedi ki, Allah Taala bizi la təkin illə tarfatayın, bizi göz qırpım belə olsa, nəfsimizə başa-başa buraxma.
Demək Allah Teala elə olur ki, Allah Teala bizi bir göz qırpımı belə olsa, Allah Teala bizi baş başına buraxmır. Daima bizimlədir. Və bu sözü bir nəfər demir də, hər adam deyir. Sən, mən, o, biz deyirik də. Fəzər eyni zamanda təsəvvür olunmur. Çünki elm kamilliyə çatdısa, bəzən alimə qulaq assan, nə sual verirsən, hər bir məsələ ətrafında danışır. Heyrət içərisində qalsın. Filan məsələ, deyirsən, o filan məsələ alimidir. Filan məsələ alimidir. Və fizikaya keçir, kimya keçir, cəbr, həndəsə verir, cavabını verir. Bu insandır. Bizə belə təsəvvür yaranır. Doğrudan bu belə bilir hər şeyi. Bizlər insanlar nə üçün Allah Taala'nın hər bir şey bilməsindən qafil qalırıq, bəzən unuduruq? Unutmamalıyıq. Səvən yəlhəquhu bi əf'al əv əf'alu xalqihi. İstər Allah Taala'nın özünün feillərində olsun, istər qulların feillərində olsun. Allah Taala la yensə və la yuxti. Unutmaz, nə də ki, xəta etməz. Ayədə Allah Taala Ən'am surəsinin 59-cu ayəsində buyurur ki: "Və indehu məfatihul gayb." Qeybin açarları Allah Taala'dır. Başqa bir sifət. Allah Taala'dan başqa qeybi bilən heç bir kimsə ola bilməz. Qeybin açarları Allah Taala'dadır. La ya'lamuha illahu. İstisnasıdır ki, onu Allah'tan başqa heç kim bilə bilməz. Çabalanma, axtarma, düşmə arxasınca. Ulduzlara baxma, fal atma. Aydındır, bilə bilməzsən. Və qeybi bilik. Və nəzəri bilik. Görmüş, müşahidə bilik. Aydındır. Allah Taala isə görmədən, bilmədən hər bir şey bilir. Amma ki, bizim müəyyən bildiyimiz və ya bildiyimizi iddia etdiyimiz şeylər hamısı təsəvvürdən sonra və yaxud da ki, müşahidədən sonra qaynaqlanır. Müşahidə edirik və təsəvvür edirik. Ehtimallar ya düşər, ya düşməz. Söyləyirik. Deməli, və ya'lamu ma fil berri vel bahr. Allah Taala istisnasız. Nə quruda, çünki göl kirəsi iki şeydən ibarətdir. Ya su, ya quru. Aydın, suyun içində elə quru var da. Aydındır. Orada da canlı var. Yəni quruda olan hər bir şey, suda olan hər bir şey Allah Taala onlardan xəbərdardır. Hətta təfsilat verir Allah Taala. Bir uzatır söhbətidir ki: "Və ma tesqutu min waraqatin illa ya'lamuha." Hətta göydən aşağı düşüb bir yarpaq. İndiki zamandır məsələn, indiki payız dönəmində düzdür, nə qədər yarpaq düşür, nə qədər, yəni bu qədər hamısı Allah Taala bilirmi? Əlbəttə ki, bilir. Dediyimiz ki, Allah Taala'nın bir şey bilməsi həm cümleten və təfsiləndir. Və la habbatin fi zulumatil ard və la ratbin və la yabsin illa fi kitabin mubin. Və la habbatin fi zulumatil ard, qaranlıqda olan o toxumdan da Allah Taala'nın xəbəri var. Allah Taala izin verməsə, Allah Taala'nın qüdrəti olmasa, o oradan cücərib, yer üzədən çıxıb insanlara fayda verib, kəndçilərin nəfsini xoş edə bilməz. İstər quru olsun, istər sulu olsun, Allah Taala hər bir şey biləndir və hər bir şey Allah Taala'nın yanında olan Levh-i Məhfuzda, kitabda qeyddədir. Aydındır, çox uzatmayaq. Və həmçinin və mə min dəbbətin fil ardı illə alallah rizquha. Yer üzərində olan elə bir canlı yoxdur ki, onun ruzisi Allah yanında olmuş olması. Və həmçinin bunların istər insan olsun, istər məxluqat olsun. Və ya'lamu mustaqarraha və mustawda'aha. Allah Teala onların qərar tutduqları yerləri və qonaqladığı yerləri Allah Teala bilir. Məsələn, müəyyən heyvanlar var, kökücü deyirlər, qalıcıdır, istiqrar edirlər orada. Qalan yerləri buradadır. Və onların qonaqladığı, gecələdiyi yerlər. Biz o qədər heyvanlar gündüzlər görür, gecələr harada yatdığını bilmirik, düzdür? Deyədik, kaş ki, mən də bilədim, görərsən o harada yatırırlar. Amma bunlar Allah Taala'nın elmindən qafil deyil. Kullun fi kitabin mubin. Onların hamısıdır təyin olmuş kitabda qeyddədir. Ya'lamu ma fis semawati vel əlavə. Allah Taala göylərdə, yerlərdə olan hər bir şeydən xəbərdardır. Bəzən insan deyir ki, belə səsi yavaş danışım ki, ikinci, üçüncü nəfər eşitməsin də. Aydın, düzdür. Deyir, və ya'lamu ma tusirrun və ma tu'linun. Açığa vurduğunuz, gizlətdiyiniz hər bir şey Allah Taala xəbərdardır. Çalışma yəni. Sən özündən məndən gizlədə bilərsən. Amma ki,
Xaliqdən gizlədə bilməzsən. Vallahu alimun bi zati sudur. Allah Teala sizin köksünüzdə olardan hər bir şeydən xəbərdardır. Yəni sən deməzdən əvvəl sənin o duyduğun mənə qarşı məhəbbətin Allah Teala bilir onu. Və George'un da mənə duyduğu o kini, küdrəti, nifrəti bilir Allah Teala. Aydındır. Üçüncü misal Ar-Rahman. Ar-Rahman. İsmun əsməillahi Teala. Hamımız bilir ki, Allah'tan adı və sifətlərinin birisi, adlarından birisi. Mutadammirun lirrahmetil kamilə. Həmçinin rəhmətdə, mərhəmətdə, bağışlanmada, qayğıda zirvədədir Allah Teala. Əlləti qala anha Rasulullah sallallahu aleyhi və səlləm. Allah Teala barəsində bu rəhmin müəyyən bir hissəsini vəsf edərək deyir ki, Lillahi ərhamu bi'ibadihi min hadihi bivaladihi. Allah da Peyğəmbərimiz ki, qadını işarət edir ki, Allah Teala bu qadının uşağına duyduğu mərhəmətdən, rəhmətdən daha çox Allah Teala qullarına qarşı rəhimli, mərhəmətlidir. Ancaq o döyüşdə qadın əsirlər arasında öz uşağını götürür, qucağına basır. Deyir ki, Allah Teala Peyğəmbər sahabələrə misal çəkir ki, bu qadındır öz qulunu, bu qadın öz uşağını götürüb oda atarmı? Yox. Və hətta ki, Allah Teala başqa rəvayət edir ki, odur, Allah Teala deyir, həmçinin belə ki, Allah Teala öz qulunu oda atmaq istəməz. Həmçinin ki, bu Allah Teala deyir ki, o qadının uşağına duyduğu sevgidən daha çox Allah Teala quluna qarşı sevgi, mərhəməti, rəhmətdədir. Aydındır. Və Allah Teala öz rəhməti barəsində bizə xəbər verir. Və rəhmətu vəsiət kulli şey. Allah da mənim rəhmətim kafiri, müsəlmanı fərq etməz. Hamısını əhatə etmişdir. Müsəlmanlar üçün 2 var, bizlər qeyri-müsəlmanlar üçün 1. 2 nədir? Həm bu dünyada, həm axirətdə bizlər üçündür. 1 ancaq onlara bu dünyadadır. Aydın baxsan kafirdir. Nə olsun ki, öz yolda kimsə miskin görür, kasıb görür və ya ki, müsəlmanların qırılmasını görür. Nə olsun ki, kafirdir, amma ki o rəhmət onlara qarşı sevgi yaradır. Bu dünyadadır da o. Keçicidir, amma axirətə faydalı deyil. O qabağına maniyə var. İslam, belə deyək ki, İslamla özü arasında bir dənə küfür pərdəsi var. O qalxsa, birbaşa İslamı görür və o rəhmət, o mərhəmət ona axirətdə fayda verəcək. Əks halda fayda verən deyil. وَقَالَتْ عَنْ دُعَيْ الْمَلَائِكَةِ لِلْمُؤْمِنِينَ. Həmçinin burada mələklərin, möminlər üçün etdiyi duada deyilir ki, رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا. Ey Allahım, mələklər deyirlər ki, Rabbana, ey Rəbbimiz, sənin rəhmətin və elmin hər bir şeyi əhatə etmişdir. وَالْحُسْنُ فِي أَسْمَاءِ اللّٰهِ تَعَالَى يَكُونُ بِاِعْتِبَارِ كُلِّ اسْمٍ عَلَى اِنْفِرَادِهِ. Buradakı gözəlliyi hər əsinin adlarının öz-özlüyünü ayrılıqdadır, öz gözəlliyini bildirir. Və yəkun bi'tibari cəm'ihi fi qeyrihi. Və həmçinin ola bilsin ki, bu addır ki, başqası ilə birləşdikdə də öz əksini, yəni öz təsdiqini göstərir və yahsu bi cəmil əsmə ilə axir kəmali fəvqə kəmali. Və ya ki, hər bir kamilliyin öz kamilliyi vardır. Və misalu zəlik əl-azizul hakim. Burada misal olaraq deyir ki, bəzən adlar bir-birinə birləşik olur və bir-birini tamamlayır da, kamilliyi daha da yüksəlir. Məsələn, burada misal olaraq əl-azizul hakim. Əziz və hikmət sahibi Allah Teala. Fə inna Allah Teala yecmə beynəhuma fil Qur'an kəthirən. Deyir ki, Allah Teala daha çox Əl-Əzizul Hakim adlarını daima bir yerdə Quranda zikr edir. Fə yekunu kullu minhuma dəllan alə kəmalil xassəl-ləzi yəqtədihi. Deyir ki, bu zamandır ki, bunların onların hər biri tələb olunan onların xüsusi kamilliyini gərəkdirir. Tələb olunan hər şeyin kamilliyini gərəkdirir. Yəni, olsun ki, əlavə Əl-Əziz və Əl-Hakim olaraqdan zikr olunur. Aydındır. Və huvəl-izzətu fil-əziz. Allah Teala qüdrətlidir, izzətlidir. Vəl-hukmu vəl-hikməti fil-hakim. Allah Teala hökm verəndir, hikmətlidir və həkimdir Allah Teala. Aydındır. Və cəmiyə beynəhumə dəlun alə kəmal axir. Deyir ki, bunları bir yerdə cəm etməsi Allah Teala'nın daha da kamilliyi bildirir. Aydın, daha kamilliyi bildirir. Bununla inşallah kifayətlənib gələn dərsdə ikinci qaydadan davam edir. Allah Teala bizləri eşli faydalardan etsin. Allah Teala özünün ad və sifətlərinə uyğun şəkildə dua edən, ibadət edən və bu əməllərdə çaşmayan, sırat-ı müstəqim məzələ sabit qalan qullardan etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləm.